Salam dostlar. Deməli bu dərsdə biz JavaScript tətbiq edərək JavaScript-in artıq real layihələrdə tətbiqinə baxacağıq və burada biz JavaScript üzərində öyrəndiklərimizi əgər real proyektlərdə istifadə olunan müəyyən hissələrdə tətbiq eləməyi öyrənməsək, bizim JavaScript öyrənməyimizin bir mənası yoxdur. Bu səbəbdən ümumən belə deyək, JavaScript-də öyrənəndə onları real web saytlardan, real applicationlardan, o istifadə olunan tərəflərinə baxmaq lazımdır ki, biz praktikamız güclü olsun. Bugün də onlardan birini eləyəcəyik, To-Do application eləyəcəyik. To-Do application dediyimiz nümunələrini internetdən baxa bilərsiniz bu şəkildə. To-Do application, To-Do app example, belə deyək. Buradan bir dənə baxmaq lazımdır ki, bu necə ümumən nədir? Buna klik edəndə bu şəkildə, bu çox bəsit bir şeydir və buradan işarətləyib bunu silə bilirsiniz və ya işarətləyib buradan silə bilirsiniz və s. və s. və ya buna bu xüsusiyyətləri əlavə edə bilirsiniz. Məsələn, deyək ki, buna klik elədiniz, bunu dəyişdirə bilirsiniz üstünə klik edəndə, ondan sonra bunu bitmiş hesab edə bilirsiniz və s. və s. Bu, məsələn, bir nümunədir. İndi biz bu application-ı yazanda birinci qabağımıza bir məqsəd qoymalıyıq ki, bizim bu application-ımızda hansı xüsusiyyətlər olacaq, onların və nə eləmək istəyirik bu application-da. Ona görə mən burada bir dənə bu faylımda belə bir yaradır, requirements deyə yaradıram. Requirements. Bunu da sizə də eləməyi tövsiyə edirəm. Planlama mənasında. Deməli, bizim birinci görəcəyimiz iş yeni iş əlavəsi əlavə edilə bilsin. Ondan sonra ikinci görəcəyimiz iş silinə bilsin. Ondan sonra üçüncü məsələ iş tamamlanmış hesab oluna bilsin. Və ondan sonra burada da deyək ki, iş edit oluna bilsin. Hələ ki, 4 dənə vəzifə qoyuruq qarşımıza. İndi ümumən bu JavaScript-lə, xüsusilə DOM-la işləyəndə işləmənin, bu işi görmənin müəyyən strategiya ilə getmək lazımdır ki, sürətli gedə bilər. Birinci planlamaq, yəni mən nə reallaşdırmaq istəyirəm. Onun ikinci hissəsi mən final nəticəm nədirsə, yəni ki, ekranda ən sonda nə görünəcəksə, onun HTML, CSS tərəfini kodlaşdırmalıyım. Yəni, necə bir şey görmək istəyirəm ekranda. Yəni, funksionallıq əlavə eləmədən əvvəl onu birinci statik olaraq, manual olaraq işlədə bilməliyəm. Bunun üçün mən şeydən istifadə edəcəm, Bootstrap'dan istifadə edəcəm. Bootstrap'ın xüsusiyyətlərindən istifadə edəcəm ki, rahat edə bilək. Və indi burada Bootstrap klasslarına baxsaq, mən burada yaratmaq istəyirəm. Deməli, necə bir görüntü olmalıdır? Deməli, bir dənə input olmalıdır, yanında bir button olmalıdır. Əlavə edək və ya Enter-ə basmaqla olmalıdır. İndi bunların funksionallığını özünüz fərqli edə bilərik, fərqliləşdirə bilərik. Amma ilkin olaraq mən belə bir görüntü yaradıram ki, deməli bir dənə input olmalıdır mənim ekranımda və onun yanında bir düymə olmalıdır ki, mən ona klik edəndə iş əlavə edə bilim. Ondan sonra və hər əlavə olunan işi silə bilməliyəm və s. və s. Bunun üçün ilkin görüntünü mən burada yaradıram. Deyirəm ki, bunu necə planlaya bilərəm özümdə? Belə bir plan qura bilərəm. Deyim ki, konteyner olsun. Konteyner olsun. Bunun içərisində bir dənə row olacaq. Bir dənə də
Deyək ki, kolon 2 olsun, böyük olsun və bunun içərisində mən yaradacam nə? Bunun içərisində yaradacam bir dənə deyək ki, bir H1'imiz olsun, adlandırma verək, to-do application ad verək buna və bunun içərisində UL olacaq, UL-in içərisində li'lər olsun və s. və s. Və hər li mənim üçün bir xüsusiyyət daşısın. Belə bir xüsusiyyət quracam. Siz fərqli şeylərdən istifadə edə bilərsiniz. Yəni ki, o önəmli deyil. Amma mən məsələn li'lər üzərində işləyəcəm. Hər li'nin içərisində də burada olacaq məndə input olacaq. Inputun içərisində deyək ki, placeholder olsun, add new task deyə belə bir şey olacaq. Ondan sonra bir dənə də bunun yanında olacaq button, belə bir xüsusiyyət olacaq. İndi mən bunun nəticəsinə bir dənə baxın burada. Belə bir görüntüm var burada. Necə olacaq? Belə bir görüntüm var. Yəni bu hələ formala bootstrap klassları əlavə eləməmişəm mən bura. Bu şəkildə gəlib burada düşüb və s. və s. Mən indi bunu formalaşdırmaq üçün bootstrap klasslarından istifadə edirəmsə, gəlib bootstrapın hansı klasslarına baxmağım lazım, hansı klasslarından sürətlə istifadə edəcəmsə ona baxaq. Components'dən deyək. Deyək ki, components bölməsinə gəldik. Mən nəyi istifadə etmək istəyirəm? Deyirəm ki, bootstrapın özündən bootstrapa gələk. Bu məsələn bu köhnə versiyasıdır. Mən son 5 versiyasına baxıram. Buradan example docs bölməsinə gəlirəm və burada component bölməsinə gəlirəm. Burada nə var? Mən indi mənə lazımdır buradan list qrup. Belə bir görüntü əldə etmək istəyirəm. Belə bir görüntü əldə etmək istəyirəm ki, səliqəli olsun. Deyək ki, buna UL class verdim belə. Bu klassı götürdüm. Bundan istifadə edəcəm. UL-imi bu klassı verdim. Bunun nəticəsini burada görə bilirəm. Refresh edədiyim zaman, bu da hələ ki bunun içərisinə əlavə eləmədiyim üçün. İndi gəlirəm ondan sonra list group item. Bu sırf listlər üçün bootstrap'ın verdiyi bir xüsusiyyətdir. Bunu da verdik bura və mən bunu elədiyim zaman bunun içərisində belə bir görüntü yaratdı mənə və onun içərisində input var. Bu inputları da formalaşdırmaq üçün bunların da klassları var. Class bootstrap'ın içində bunun da adı form control klassıdır. Form control. Bunu yazdığınız zaman bunu səliqəyə salır. Bu şəkildə belə bir görüntümüz oldu. Ondan sonra mən bunları yan-yana qoymaq istəyirəm. Bunun içərisində bu buttonla bunlar yan-yana olsun. Bunun üçün də məsələn hətta bootstrap'ın bunun üçün də klassları var. Belə deyək, inputlar üçün buradan axtaraq input. Inputlarda fikir verirsinizsə, burada mən hər hansı bunun yanında nə etmək, belə bir görüntü olmalıdır, işarətlənmə və s. və s. də ola bilər. Necə deyərlər? Bunu da eləyə bilərik. Məsələn, bundan istifadə etmək bizim işimizi görə bilər. Dolayısıyla mən gəlirəm bura, bunu götürəcəm, bundan istifadə edə bilərəm. Deyək ki, form checkdən belə bir görüntü istifadə edə bilərəm ki, bu hələ ki yox. Bir dənə bizə button yanında button olan lazımdır. Bax, belə bir şey istifadə etmək istəyirəm. Yəni ki, belə bir görüntü istifadə etmək istəyirəm. Bu ikincidir. Bunu olduğu kimi götürüb buradan istifadə edə bilərəm. Bunun içərisində elə bunu götürün qoyun bura. Gördüyünüz kimi list group item içərisində belə bir görüntüsü var. Belə bir görüntü var. Və burada bunun da adını dəyişdirək. Buradan placeholder. Bunlar lazım deyil mənə hələ ki. Bunlar lazım olmayanlar səliqə ilə yazmaq lazım. Bunlar əgər belə deyim də Bootstrap'dan və ya hər hansı bir framework'dan istifadə edirsinizsə, orada sizə lazım olmayan bir komanda varsa, mütləq şəkildə silin onu. Yəni çünki burada yazdığınız kodlar, mütləq şəkildə sizin həzm elədiyiniz kodlar olsun. Yəni nə üçün yazdığınızı bildiyiniz kodlar olsun ki, rahat istifadə edə biləsiniz. Buradan deyək, add new task deyirəm bura. Add new task. Və
Burada deyirəm add deyə bir xüsusiyyət qoyuram və belə bir görüntüm var. İlkin görüntü mənimdir, bu buttondur. Buna klik edəndə istəyirəm ki, nəsə olsun və s. və s. Və bunu inputun içərisinə, linin içərisinə qoymaya da bilərəm. Hətta belə də qoya bilərəm bunu. Deyək ki, bunu heç UL-dən istifadə eləməyim. Birbaşa bunun içərisində edeyim. Belə bir görüntüm olsun. Baxın. Bunu balacalaşdıra da bilərəm buradan. Nə ilə? Bunu deyə bilərəm ki, məsələn, bura olsun 8. Ondan sonra deyə bilərəm ki, offset, call, offset. Yəni, bunları da deyirəm ki, rahat-rahat istifadə edə biləsiniz. Offset 2 səhv eləmirəmsə. İndi bu offset nə işə yarayır? Məsələn, call 8-dir bu. Genişliyi 8 column genişliyindədir. Və mən bunu eləyəndə bu sağdadır. Düzdürmü? Mən bunu ortaya gətirmək istəyirəm. Ortaya gətirmək üçün də mən 12 kolumnluq sistemdə bunu 2 kolum qədər sağa sürüşdürməliyəm. Yəni ki, belə fikirləşin bunu. Bura 12 kolum olduğunu fikirləşin. Buranın 12 kolum olduğunu fikirləşin. Bura 8-dir. Bunun 8-dir. Bura 4-dür. Mən indi bu hissəni sürüşdürmək üçün mən burada belə bir görüntü yaratmalıyam. Düzdürmü? Bu şəkildə belə bir görüntü yaratmalıyam burada. Bunun üçün nə etməliyəm? Bu call 8 olan sütunu 2 sütun qədər sağa sürüşdürməliyəm. Bunun üçün də Bootstrap'ın bunun üçün də klassları var. Buradan onu da offset olaraq axtara bilərsiniz. Offsetting columns deyə. Buradan baxa bilərsiniz ki, mən bunu necə sürüşdürə bilərəm. Bu deyir ki, offset sürüşdürmədir. Mən bura deyirəm ki, məsələn, gəlirəm bura, deyirəm ki, offset LG, MD olsun, LG 2. LG 2 deyirəm, burada LG 8 deyirəm, responsivlik baxımından. Belə bir görüntü verdim və bu avtomatik olaraq mənim üçün neynədir? Gətirdi, ortaya qoydum. Və ondan sonra bu button'ın rəngini dəyişdirmək istəyirəm. Bu button outline secondary'dir. Mən bu button'ı primary edeyim. Belə bir maraqlı görüntü olsun. Belə bir görüntü oldu burada. Bunun üzərində eləyəndə belə bir görüntü olur. Add eləyəndə. İndi mən birinci bunu elədim. Okay. Ondan sonra mən bu add-ə basanda, deyək, hələ funksionallıq tərəfini yazmamışıq, elə mi? Mən bu add-ə basanda nə olmalıdır? Yəni, aşağıda nə yaranmalıdır? Onu eləməliyim, vizual olaraq görməliyim. Mən buna basanda aşağıda nə yaranmalıdır? Bir dənə baxaq. Gələk, yenə inputlardan, input. Gəldi inputlarda bayaqlar istifadə edəcəyimiz, məsələn, belə bir şey görüntü olsun məndə. Belə bir görüntü olsun. Nə olsun? Mən bunu götürüb bundan istifadə edəcəm. Deyəcəm ki, bu add buttonuna basanda belə bir görüntü yaransın. Baxaq. Baxın, belə bir görüntü yaransın. Buna adam klik edəndə bir dənə də mənim bura nə buttonu qoymağım lazımdır bunun yanına. Bir dənə də button qoymağım lazımdır ki, ona basanda silinsin. Bu tapşırıq silinsin. Bunun üçün, necə deyərlər, hansından istifadə eləyəcəyik? Baxın, burada add new task'də, bunun nəyin içərisində qoyub, baxın, input testdə belə bir görüntü qoyub. Ondan sonra, bunun yanında da mən bir dənə button qoymalıyam, bunun kimi. Gəldim bura. Form input check, form control. Bunun yanına, ondan sonra bir dənə burada checkbox qoyub və burada mən buna belə bir görüntü verəcəm. Baxın, delete deyə bir button qoydum bura. Yəni, bu delete'ə basanda artıq buradakı nə yazmışamsa bu silinməlidir. Və mən hər dəfə buna basanda belə bir görüntü yaranmalıdır burada. Düzdürmü? Yəni, belə bir görüntü yaranmalıdır. Bunu məsələn çoxaldıb görə bilərik. Okay. Belə bir görüntü yaranmış olmalıdır. Buna basanda bunun üstündəki yazı nə yazmışamsa, rəngini dəyişdirə bilərik.
Bunu necə deyirlər, artıq biz özümüz qərar verəcəyik ki, həm bu tapşırıq yerinə yetirilməsini mən nə rənglə edə bilərəm. Amma birinci olaraq, hər şeydən öncə mən bunu vizual olaraq özüm yaratdım. Amma bunu JavaScript-lə necə yaradacağam? Yəni, hər dəfə buna klik edəndə burada bir dənə task yaranmalıdır, ondan sonra buna klik edəndə bu silinməlidir və s. və s. Bunları eləmək üçün birinci hələ ki bunlar bu görüntü olaraq qalsın. Bunda problem yoxdur. Gedirəm JavaScript faylımı qoşuram. JavaScript faylımı bunu hara qoşacaq təbii ki. Burada əgər Bootstrap istifadə edirsinizsə, Bootstrap'ın JavaScript faylından sonraya qoşacaqsınız bunu və CLC.js.js-dir. Bunu elədikdən sonra mən burada görülən işlərlə əlaqədar nə işlər görməliyəm? Deməli ki, birinci add task işi var. Deyirəm ki, burada add new task. Bu var. Ondan sonra ikinci deyək ki, delete task. Ondan sonra filter task demirəm. Filter task sonraki məsələn done task. Əsas ki, burada görəcəyimiz iş yeni task əlavə eləmək, taskı silmək və ondan sonra taskı da done eləmək. Və bunların hər biri ayrı iş olduğu üçün mən gəlirəm bura, bunları funksiyonlara təyin edirəm ki, let və ya constant deyək və belə təyin edirəm mən, deyirəm ki, add new task. Task deyirəm və bunu mən yazmalıyam. Bu mənim funksiyamdır, funksiyalarımı təyin edirəm. Ondan sonra gəlirəm burada function, deyirəm ki delete task. Ondan sonra burada da deyirəm ki function done task. Bunu yazdım. Və indi birinci mənim əsas fokusum ilk olaraq buradadır. Yəni mən taskın əlavə olunmasını eləməliyəm və birinci bunun işləməsini təmin eləməliyəm. Bu funksiyanın işləməsini təmin eləməliyəm. Necə? Gələcəm bura. Bu nə vaxt işə düşməlidir? Mən add butonuna basanda. Add butonuna basanda işə düşməlidir. Dolayısıyla gəlirəm bura. Burada deyirəm ki on click. Yox, bəsit formada deyirəm ki add new task. Bu funksiya işləsin. İstədiyim budur. Və bura gəlirəm. Buna da hər hansı bəsit bir şey yazaq. Alert yazaq. Deyək ki, alert olsun. Function is working deyə işlədiyindən əmin olaq. Gəldik bura. Buna klik elədim. Hər hansı bir görüntü olmadı. Və indi belə bir halda normalda mən yazmışam ki, add new task'da buna klik olunanda, add new task'a klik olunanda bu işləsin. Amma faktiki olaraq işləmir. Yəni buna biz troubleshooting deyirik proqramlaşdırmada, yəni problemin qaynağını tapmaqda. Və bunun üçün ilk olaraq baxacağımız nöqtə təbii ki haradır? Bizim konsol hissəmizdir. Add new task is not defined yazdım. News task. Məsələn, bax, burada mən news task yazmışam, bu new taskdir. Bunu qoyduq və gördüyünüz kimi function is working deyə mənim bu funksiyonum artıq işləyir. Bunun işlədiyindən əmin olduq. Sonra indi mən nə etməliyəm? Add new task edəndə bunun da altında hansı bu funksiya nə iş görməlidir? Onun təyinatlarını verməliyik. Birinci bu adam nə etməlidir? Bu funksiya nə iş görməlidir? Bunun içərisindəki mətni oxumalıdır. Yəni bura yazılan mətni, tapşırığın mətnini oxumalıdır və ondan sonra ona uyğun nəsə eləməlidir. Birinci gedirik bu mətni oxumaq üçün mən nə edəcəm? Deməli, burada gəlirəm bax, burada mən bunu verdim. Bu hansı mətni oxumalıdır? Bundan bir əvvəlki elementin içində yazılan yazını oxumalıdır. Düzdürmü? Və bunu eləmək üçün də, baxın,
istifadə etdiyim cümləyə diqqət edin. Hansı butona klik eləmişəmsə, məsələn, mən add new taskda buna klik eləmişəmsə, bu butondan bir əvvəlki HTML elementinin içərisinə yazılan yazını oxumaq istəyirəm. Dolayısıyla mən birinci burada nəyi dedekt eləməliyəm? Hansı butona klik elədiyimi, hansı elementə klik elədiyimə baxmalıyam. Bunun üçün də gələcəm bura this parametri verəcəm. Bu this parametrinin məntiqi nə idi? Çünki bizdə DOM-da JavaScript hər HTML elementini bir element obyekti olaraq nəzərə alır. Element obyekti olaraq nəzərə alır. Dolayısıyla mən bura deyirəm ki, element deyək, belə bir şey verək və burada deyək ki, bunu mənə göstərsin. Console log element. Baxın. Mən indi baxıram görək, bunu mənə verəcək. Gəldi, dedim, diqqət edin, mənə bu butonu verdi. Yəni, disə görə bunu verdi. Çünki mən bura dedim ki, mən bura ötürdüyüm parametri mənə göstər. Buna da mən arqument olaraq disi verdim. Bu avtomatik mənə o obyekti göstərdi. İndi mənə bundan əvvəlki elementi göstərmək üçün, JavaScript-in belə bir xüsusiyyəti var. Bunu indi komment alıram. Bir əvvəlki elementi, yəni buttondan bir əvvəlki elementi göstərmək üçün deyirəm ki, console, hətta bunu burada yazaq, bir öncəki elementi seç. Bunu seçmək üçün belə bir xüsusiyyət var. Previous element sibling deyilən bir property var element obyektində. Bu nə edir? HTML sırasına görə o aktiv elementdən bir əvvəlki elementi mənə göstərir. Bunu da gələk bura. Console log previous element. Baxaq. Baxın, bu mənə nəyi verdi? Bu input'u verdi. Mənə lazım olan şeyi verdi. Ondan sonra mənə nə lazımdır? Bunun value'su lazımdır. Onu da deyək. Gələk bura. Constant previous element value. Onun içərisindəki dəyər. Burada onu eləyək. Prevent element value'unda bura run eləyək. Gəldik bura. Baxın, bura yazdı. First task. Əldə elədim. Gördüyünüz kimi artıq bura yazdığım məlumatı artıq oxuya bilirəm. Bura yazdığım məlumatı artıq oxuya bilirəm və mənə lazımdır ki, artıq bu birinci bölməni bitirdim. Buna klik eləyəndə deyək ki, task 2 bu şəkildə yazdı. Bunların hamısını mən buradan əlavə edə bilirəm. Bu okey. İndi ikinci etap nədən ibarətdir? İkinci etapda mən nə edəcəm? Deməli, mən hər klik eləyəndə buradakı element yaranmalıdır. Fikir verir? Buradakı element yaranmalıdır. Hər element klik eləyəndə mən buradakı element yaranmalıdır. Bunu eləmək üçün də bura hansı bölmədir? Bura statik bölmədir. Diqqət edin, yuxarı isə bura dəyişməz bölmədir. Fikir verir? Bura sabitdir. Amma bu aşağıdakı təsklər dəyişən bölmədir. Dolayısıyla mən bunun üçün xüsusi bir dənə class yazıram. Heç bir çox dəyərli şey olmasın. Bura deyirəm ki, tasks block və bunun içərisinə bunu qoyuram. Bunu niyə eləyirəm? Çünki o tasklar üçün, tapşırıqlar üçün xüsusi bir sahə yaradıram ki, onun üzərində rahat işləyə bilim. Görüntüdə hər hansı bir dəyişiklik yoxdur. Çünki o tasks bloka mən hələ bir xüsusiyyət verməmişəm. Ona görə gəlirəm, deyirəm ki, mən nə etməliyəm? İndi add task'a basanda o məlumatı oxudu. O məlumatı gətirib nəyə yerləşdirməlidir? Baxın, bu inputun içərisinə yerləşdirməlidir. Eləmi? Bu inputun içərisinə yerləşdirməsi üçün də yəni, biz normalda bir mətni yerləşdirməyi bilirik inner HTML. Bəs inputun içərisinə mən bir dəyəri necə yerləşdirim? Onun üçün də bu var. Value atributu var. Bura deyək ki, new task yazsam mən, yeni tapşırıq məsələn. Tapşırıq yazsam, baxın.
Burada gördüyünüz kimi bu burada görünəcək. Deməli, mən nə etməliyəm? Artıq buna klik edəndə birinci bunu generate eləməliyəm. Eləmi? Bunu generate eləməliyəm. Yəni, hər klik edəndə mən bunu JavaScript-lə bura əlavə eləməliyəm. Buradakı görünməz task blokunun içərisinə. Dolayısıyla gəlirəm bura. Deyirəm ki, mənə lazım olan nə olacaq? Deyirəm ki, constant task block tasks deyək. Deyirəm ki, document bunu seçirəm query selectoruna. Nəyi seçirəm? Mənə lazım olan, mən indi nəyin içərisinə əlavə eləməliyəm? Baxın, bu divin içərisinə yeni elementlər əlavə eləməliyəm. Düzdürmü? Buna da gəlirəm, deyirəm ki, tasks block. Bir dəqiqə. Class'dan seçəcəm bunu. Tasks. Bir dəqiqə. Tasks block. Ümid edirəm adını düz yazmışam. Tasks blockdur. Evet. Bunu seçdim. İndi mən nə etməliyəm? Bunun içərisinə nəsə əlavə eləməliyəm. Bu elementin içərisinə nəsə əlavə eləməliyəm. Ona görə gələcəm bura, deyəcəm ki, mənim də əlavə eləmək istədiyim şablon hansıdır? Baxın, bu şablon. Dolayısıyla mən deyəcəm ki, bunu götür. Bunu bir yerdə təyin edəcəm. Deyəcəm ki, constant task view deyirəm buna. Task view deyirəm. Bərabərdir. Nə ilə? Tərs dırnaqla bu şəkildə bunu yerləşdirirəm. Bura. Bunun da görüntüsünü buradan səliqəli eləyək ki, görüntüdə problem olmasın. Bu səliqəyə maksimum şəkildə diqqət edin, zəhmət olmasa. Çünki bunlara diqqət eləmədiyiniz müddətcə çox ciddi sıxıntı çəkə bilərsiniz. Sonra kodun oxunaqlı olması baxın. Bu təski mən nə etməliyəm? Hər dəfə klik olunanda, bunun içərisinə bu əlavə olunmalıdır. Bir elementin içərisinə mən məlumat əlavə eləmək üçün nədən istifadə edirdim? Baxın, bundan. Plus bərabər niyə yazıram? Çünki plus bərabər yazıram ki, onun içərisinə daha əvvəl əlavə elədiyim bir bölmə varsa, onun üzərinə əlavə eləsin. Replace eləməsin. Onun üzərinə əlavə eləsin. İndi gələk bunu yoxlayaq. Hər hansı bir şeyimiz yoxdur. Baxın. Klik elədikcə mən bunu əlavə edə bilirəm. Amma indi nə etməliyik? Bir də hər dəfə əlavə eləyəndə nəyi qoymalıdır ora? Bu value-nu ora yerləşdirməlidir. Dolayısıyla mən burada yazdığım kodları birinci value-nu oxudum. Sonra gəldim bura. Mənə nə lazımdır? Bunun yeni tapşırıq yazılan yerə o inputdan aldığım dəyər bura əlavə olunmalıdır. Düzdürmü? Ondan sonra, deməli, bunun üçün də gəlirəm, deyirəm ki, task value-nu götür, zəhmət olmasa bura yerləşdir. Nə ilə? Dollar, bu şəkildə bunları yerləşdir. Və hər dəfə nə edəcək? Yeni bir task yaradacaq, şablon yaradacaq, şablonun içərisinə datanı əlavə edəcək və ondan sonra onu da taskin içərisinə implement edəcək. Gələk bura. Task 1, task 01 dedik. Baxın, task 02, task 03, 5 və s. Bunu əlavə elədik. Okay? Burada hər hansı bir taskin əlavə olunmasında bir problem yoxdur. İndi mənə nə lazımdır? Bu taski silmək. İkinci etapda mən bu klik edəyəm, bu delete'ə klik edəyəndə bu funksiya işləməlidir. Hansı funksiya? Bu funksiya nə işin qutardı? İndi delete task olmalıdır. Delete task də nədir? Diqqət edirsinizsə, bu şablona bir dənə fikir versək, baxın, bunun içərisində, baxın, burada delete butonu haradadır? Buradadır. Deməli, bu nə olmalıdır? Mən buna klik eləyəndə, fikir verin, buna klik eləyəndə, on klik eləyəndə, hansı funksiya işləməlidir? Nə idi? Delete task funksiyası işləməlidir. Bunu da qoşdum. Yenə yoxlayıram. Deyirəm ki, console log və ya alert delete task. Bu buttonun işləyib işləmədiyini görə bilmək üçün.
Əlavə elədim. Butona klik elədim. Delete task butonunda işləyir. Yəni, bəs. İndi bu nə etməlidir? Baxın. Bu delete'in o birisi əldən biraz fərqi var. Hansı elementə klik eləmişəmsə, o elementi silməlidir. O elementi silməlidir, yox eləməlidir. Silmək dediyimiz şey nədir? Silmək dediyimiz şey nədir? Onu da necə? Birinci, bunun üçün hansı elementə klik elədiyimizi tapmaq lazımdır. Bunun üçün də bayaqki məntiqlə istifadə edəndə mən bura elementi verim və bura deyim ki, console log. Birinci o elementi tapın. Hansı elementə klik eləmişəmsə. Baxın, buna əlavə elədik. Delete'ə basanda bircə dəqiqə bu niyə undefined verdi? Troubleshootinglə. Çünki mən bunu yazmışam. Amma burada mən parametr verməmişəm. Harada parametr verməmişəm? Baxın burada. Burada parametr arqument verirəm. This arqumenti verirəm. Ki verin. Gəldik bura add elədik. Klik eləyəndə bu butonu mən buradan bura əlavə elədik. Bunu tapdım. İndi mənə lazım ki delete butonuna basanda bu silsin bunu. Bunu silmək dediyimiz şeydə, yadınızdadsa biz DOM-dan danışanda append child, remove child deyə bir metoddan danışmışdıq. Yəni bir HTML elementinin başqa bir HTML elementinin içərisinə əlavə olunması və ya silinməsi. Bundan danışmışdıq. İndi mənə nə lazımdır? Baxın. Bu nəyin içərisindədir? Baxın. Bunun içərisindədir. Baxın. Input group. Deməli, mən nə etməliyəm? Burada belə bir məntiq tapıram. Deyirəm ki, hansı elementə klik eləmişəmsə, getsin onun valideynini tapsın. Baxın, bunu tapsın. Bunu tapmaq üçün bunu mən deyirəm ki, parent element. Yəni ki, bu elementin atası kimdirsə, valideyni kimsə onu tapıram. Bir dənə buna baxaq. Console log parent element. Baxın, klik eləyəndə bu nəyi gördü? Baxın, bu elementin sahib olduğu, yəni aid olduğu input qrupu tapdı. İndi mən nə etməliyəm? Bunun içərisini, hətta bunu tamamən silməliyəm. Baxın, input qrupu tamamən silməliyəm. Bu da nəyin içərisindədir? Fikir verin. Bu input qrup. Input qrup nəyin içərisindədir? Tasks'in içərisindədir. Buradan bir dənə baxaq, əlavə elədik bunu. Bir dənə gərək burada elementlərə bir dənə fikir verək. Mən indi nəyi silməli olduğumu deyirəm. Baxın, gəlirəm bura row, burada bu. Task blokun içərisinə baxın. Mən əgər bunu buradan silsəm, baxın, delete eləməyəm, task'ı silmiş oluram. Deməli ki, mən nə etməliyəm? Gəlib burada task blokun içərisindən hansı elementi tapmışamdır, klik eləmişəmsə, onu yox eləməliyəm. Okey? İndi ona görə yenə də burada mənə lazımdır ki, buradakı kimi nəyi tapım? Mənə lazım olan budur. Baxın, bu mənə lazım olacaq. Bunu yenə gətirib əlavə edirəm bura. Burada istifadə edəcəm. Ya bura əlavə eləyə bilərəm, burada da select eləyə bilərəm, ya da bunu birbaşa buradan çıxara bilərəm. Qlobala çıxara bilərəm. Bu sizin öz tərcihinizdən asılı bir şeydir. Gəldik bura. İndi mənə bu parent element lazım. Mən nə etməliyəm? Bu delete'ə klik eləyəndə parent elementi ümumi tasks bölməsindən silməliyəm. Okey? Task bölməsindən silməliyəm. Gəlirəm bura deyirəm ki, tasks remove child baxın, parent element. Yəni, deyirəm ki, tasklərin içərisindən, yəni bu blokun içərisindən hansı elementə klik eləmişəmsə, onun aid olduğu input qrupu sil, zəhmət olmasa. Okey? İndi bunu eləməyə gəlin, yoxlayaq bir dənə, əlavə elədik. Baxın, indi bura diqqət edin, zəhmət olmasa, baxaq, əgər düz işləyəcəksə, delete'ə klik elədim, baxın, getdi bunun içərisindən. Əlavə elədim, hətta bunu silək. Deyək ki, 1, ondan sonra 2, ondan sonra 3. Mən indi 2-ni silmək istəyirəm. Baxın, 2 getdi, 3 getdi və 1 getdi. Delete'i də mən eləmiş oldum. İndi burada diqqət eləyəcəyimiz bir məqam var.
gördüyünüz kimi əslində burada don tərəfdə görəcəyiniz işlər çox bəsit işlərdir. Yəni, sadəcə olaraq sizdən tələb olunan şey bu planlamanı düzgün eləməyinizdir. Bu planlamanı düzgün eləməyinizdir ki, burada hər hansı bir şey, necə deyirlər, sizə çətin olmasın. Dolayısıyla, indi mən bunu delete elədim. İndi done task məsələsinə gəlirik. Done task məsələsində mənə lazımdır ki, done olması, yəni ki, tapşırığın tamamlanmasını mən harda görməliyəm? Baxın, bu inputdur. Baxın, mən buna check vurmuşamsa, bura deyək ki, gəldim bura, kodlardakı səhvi tap. Dedim. Əlavə elədim bura. Okay. Və mən buna klik eləyəndə, mən istəyirəm ki, bura artıq dəyişdirilə bilməsin və ya bunun rəngi dəyişsin və ya frozen olsun, disabled olsun və s. və s. olsun. Eləmi? Birinci, mən bunun üçün nə etməliyəm? Buna klik olunub olunmadığını yoxlamalıyam. Klik olunub olunmadığını yoxlamalıyam. Və bunun üçün də, baxın, mən birinci bunu seçməliyəm. Yəni, klik olunanda mənə hansı funksiyaya ayırmışdım? Done task. Mənim checkbox'ım haradadır? Buradadır. Diqqət edirsinizsə. Done task. Və buna gələndə deyəcəm ki, on klik olanda on click bərabərdir. Deyək ki, check. Neydi o? Done task. Eyni məntiqlə. Deyirəm ki, mən buna klik eləyəndə bu işləsin. Baxaq, əgər işləyəcək. Gəlirəm alert. Done task. Baxaq görək. Gəldi, əlavə elədik bura. İşlədi bu. Hər dəfə bu işləyir. Amma bu, mənim sadəcə bunun işləməsi mənə şey deyil. Necə deyərlər? Mən buna klik eləyəndə bu check olunur. Amma mən bunun statusunu bilmirəm ki, check olundu, yoxsa uncheck olundu. Yəni, birinci bilməliyəm ki, check olunanda nə olsun, uncheck olunanda nə olsun. Okay? Gəlin, indi burada buna baxmalıyam. Yenə də eyni məntiqli elementini tapıram. Hansı elementə klik eləmişəmsə, burada da yenə nə edirəm? Gəlirəm bura, this verirəm. Eləmi? İndi bir dənə gəlirəm burada, sırf bu element üçün deyək ki, gəlirəm element, birinci console log elementi verək, console log element. Gəldik, əlavə elədik, bunu check elədik, bu mənə nəyi verdi? Input checkbox'ı verdi. Eləmi? Checkbox'da da bunun statusları var. Baxın, burada bunun hansı statusda olduğunu, checked olub olmadığını mən görməliyim. Okay? Ondan sonra bunu görmək üçün deyirəm ki, checked. Baxaq, görək bu xüsusiyyət nə verir. Gəldik. Baxın, bu true verdi. Bir dənə klik elədim, false verdi. Baxın. Bu, bunun check olunub olmadığını mənə göstərir. Yəni, indi bunu istifadə eləyək. Gəlirəm, deyirəm ki, əgər checkdirsə, şərt qoyaq. Deyirəm ki, if element checked, yəni, check olunubsa, elementi, deyək ki, mənə lazımdır ki, mən məsələn bəsit bir şey eləyək. Deyirəm ki, əgər bu check olunubsa, bu inputu disabled elə. Disabled eləmək nə deməkdir? Yəni, bura nəsə müdaxilə eləmək olmasın, dəyişdirmək olmasın. Düzdürmü? Bunu da eləmək üçün normalda belə bir xüsusiyyət var. Bunun içərisində gələk previous elementdən buradan disabled deyə bir xüsusiyyət var. Baxaq görək, əlavə eləyək. Baxın, disabled.
Yəni artıq buna müdaxilə edə bilmirsən. Mən bunu silə bilirəm. Amma içindəki mətnə müraciət edə bilmirəm. Task. Baxın. Bir şey verim. Bunu silə bilmirəm. İndi mən istəyirəm ki, bu belə olsun. Bunu mən dəyişdirə bilmirəm. Mən buna klik eləyəndə, çek eləyəndə bunun arxa planında bir dəyişmə olsun. Artıq necə deyirlər? Bir dənə də elə bir ki bitmiş sayılsın, belə deyək. Və ya nəsə əlavə olunsun. Rəngi dəyişsin və s. və s. Bunun rəngini dəyişdirək. Nəyin rəngini dəyişəcək? Bu inputun rəngini dəyişəcək. Yəni hansını? Baxın, bu inputun rəngini dəyişəcək. Baxın, və indi bu nəyə klik olunanda olmalıdır? Baxın, buna klik olunanda. İndi mən nə etməliyəm? Bu nəyin içərisindədir? Baxın, bu nəyin içərisindədir? Bu input qrup tekstinin içərisindədir. Mən buna klik edirəm. Ondan sonra mənə lazımdır ki, bunun valideynini buna gedib çatmalıyam. Düzdürmü? Buna gedib çatmalıyam. Buna necə çata bilərəm? Deyə bilərəm ki, gelin buna klik olunanda bu geçsin bir valideyni, eləmi? Bunun valideynini tapaq. Birinci deyək ki, element console log, pardon, bircə dəqiqə, deyək ki, console log element parent element. Bunu birinci mənə versin. Baxaq onu. Deyək ki, bunu check elədik. Baxın, bunu verdim. Eləmi? İndi mənim bu elementim, input elementi hardadır? Fikir verin. Bu input elementi hardadır? Bunun parent elementini check eləyəndə bunu verdi mənə. Baxın, this input group teksti verməlidir mənə. Input group teksti verdi. Eləmi? Mənim istədiyim element hardadır? Fikir verin. Mənim istədiyim element bundan bir sonraki elementdir. Fikir verin. Bu. Demək, bunu da tapmaq üçün mən nə edirəm? Deyirəm ki, next element, bayaqları previous element sibling işlətdik. İndi next element sibling işlədəcək. Gəldik, bura klik elədik. Baxın. Next element sibling. Mənə bu lazımdır. Eləmi? Bunun da içərisində, indi mənə nə lazımdır? Bunun arxa fon rəngini dəyişdirməliyəm. Eləmi? Məsələn, mavi eləməliyəm və s. və s. Bunu nə edə bilərəm? Style ilə edə bilərəm. Deyəcəm ki, gəlim bura. Dedim ki, style text decoration line through. Yəni, üstündən xət çəkilsin. Və ya rəngi dəyişsin. Fərqi yox. Yəni, bunu bir dənə silək. Yeni task. Əldə elədik. Artıq buna klik eləyəndə, baxın, bunun üstündən xət çəkildi. Və ya buna deyə bilərəm ki, background da dəyişsin. Deyirəm ki, element, parent element, next element sibling, style color, bu və ya background color, background bərabərdir, deyək ki, blue olsun. Bunu düz yazmadım. Background olsun blue. Let me see. Gəldi bura. Baxın. Silə bilirəm. Artıq əlavə edə bilirəm. Eləmi? Bunu istədiyimi silə bilirəm. Done edə bilirəm. Və s. və s. Hətta done eləyəndə də bu şəkildə. İndi bəs bunu mən undan eləyəndə reset olunmalıdır. Eləmi? Ona görə də bunu da nə edəcəm? Deyəcəm ki, else nə olmalıdır? None. Bunları verməliyəm ki, bunlar olmasın. Gedək. Done elədik. Qayıtdı. Done elədik. Qayıtdı. Bu şəkildə artıq mən bunu verə bilirəm. Gördüyünüz kimi. Yəni artıq burada gördüyünüz kimi HTML DOM-la işləmək bununla bağlı çox əslində bəsitdir, rahatdır. Və bu şəkildə siz bunu özünüzdə də reallaşdıra bilərsiniz. Bunlar kiçik təsklərdir. Növbəti təskdə biraz da
növbəti dərsdə daha inkişaf eləmiş bir versiya yaradacaq. Yəni, hər dərsdə mütləq şəkildə real layihələrdə istifadə edə biləcəyiniz bir təsdiq izah edəcəm. İndi burada deməli, baxın, mən burada müəyyən propertilərdən istifadə edim. Hansılardan? Parent element, ondan sonra next sibling, bunları da indi qeyd edəcəm. Bunların araşdırmasını eləməyimiz lazımdır. Okay. Və bu kodları da mən update edəcəm, siz baxa biləsiniz deyə və bunun üzərində müəyyən təsdiqlər verəcəm sizə. Bugünlük dərsimiz bu qədər. Növbəti dərsdə görüşənə qədər.